Hər vaxtınız xeyir əziz izləyicilər. Respublika qəzetinin 24 aprel 2025-ci il buraxılışı ilə bugün birgə tanış olacaq. Sizinlə mənəm, Ləman Təhməz. Qəzetimizin bugün olan buraxılışı 16 səhifədən ibarətdir. İlk səhifəmizdə isə Azərbaycan Prezidenti İlham Əliyevin Çinə dövlət səfəri ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevin Çinin sədri Xi Jinping ilə geniş tərkibdə görüşü olub başlıqlı məlumat dərc edilib. Aprelin 23-də Pekində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasının sədri Xi Jinping ilə geniş tərkibdə görüşü olub. Sədr Xi Jinping Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın inkişafını və əldə etdiyi nailiyyətləri məmnunluqla qeyd etdi. Söhbət zamanı ötən il Astanada keçirilmiş görüş əsasında ölkələrimiz arasında strateji tərəfdaşlığa dair qəbul olunan birgə bəyannamə məmnunluqla xatırlandı. Bugün dövlət başçıları tərəfindən imzalanacaq birgə bəyanatla isə hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinin daha bir pillə yüksələcəyi qeyd edildi. Qəzetimizin ikinci səhifəsində isə Azərbaycan Prezidenti İlham Əliyevin Çinə dövlət səfəri ilə bağlı Pekində rəsmi qarşılanma mərasimi başlıqlı məlumat yer alıb. Çin Xalq Respublikasında dövlət səfərində olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 23-də rəsmi qarşılanma mərasimi olub. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Azərbaycan Prezidentinin şərəfinə fəxri Qarovul dəstəsi düzülmüşdü. Pekində Azərbaycan-Çin sənədləri imzalanıb başlıqlı məlumat da 3-cü səhifəmizdə yer alıb. Aprelin 23-də Pekində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Çin Xalq Respublikasının sədri Xi Jinpingin iştirakı ilə Azərbaycan-Çin sənədlərinin imzalanması mərasimi olub. Əvvəlcə Prezident İlham Əliyev və sədr Xi Jinping Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında birgə bəyanat imzaladılar. Bu yazının davamı ilə tanış olmaq üçün 4-cü səhifəmizə baxa bilərsiniz. Qəzetimizin 5-ci səhifəsində isə Azərbaycan Prezidenti İlham Əliyevin Çinə dövlət səfəri ilə bağlı başlıqları sizə təqdim edirik. Azərbaycan Prezidenti İlham Əliyev Çin Dövlət Şurasının baş naziri ilə görüşüb. Pekində Xalq Qəhrəmanları abidəsini ziyarət edib. Ümumçin Xalq Nümayəndələri Yığıncağının daimi komitəsinin sədri ilə görüşüb. Çin mediası Azərbaycan Prezidentinin dövlət səfərinə geniş yer ayırıb. Bu yazı isə 6-cı səhifəmizdə yer alıb. Çin Xalq Respublikasının mediası Azərbaycan Prezidenti İlham Əliyevin bu ölkəyə dövlət səfərinə geniş yer ayırıb. Dünyanın ən nüfuzlu informasiya agentliklərindən olan Sinhua, geniş oxucu şəbəkəsinə malik gündəlik Zhenmin Jibao qəzeti, 1 milyard izləyici auditoriyası olan Çin mərkəzi televiziyası, nüfuzlu China Daily qəzeti, 50-dən çox dildə yayımlanan Çin Milli Radiosu, Çin Komünist Partiyasının rəsmi nəşrlərindən Global Times qəzeti, digər qəzet və xəbər saytları Prezident İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfərinə, səfər çərçivəsində Çin Xalq Respublikasının sədri Xi Jinping ilə görüşünə, imzalanan sənədlərə, ümumiyyətlə son illər hərtərəfli inkişafın müşahidə olunduğu Azərbaycan-Çin münasibətlərinə dair xəbərlər verib, reportajlar yayımlayıblar. Çin-Azərbaycan əlaqələrinə əsr olunan yazılarla davam edirik. 7-ci səhifəmizdə strateji səfər, Qafqazdan Asiyaya uzanan uğurlu yol başlıqlı məqalə dərc edilib. Hələ 10 il əvvəl Azərbaycanla Çin arasında 10 mühüm sənəd imzalanmışdı. Bu sənədlər sadəcə formal razılaşmalar deyildi, gələcəyə uzanan diplomatik körpülər idi. 2015-ci il dekabrın 10-da Pekində baş tutan görüş zamanı Prezident İlham Əliyev və Çin lideri Xi Jinping dostluq münasibətlərinin və əməkdaşlığın daha da inkişaf etdirilməsi və dərinləşməsi haqqında birgə bəyannaməyə imza atdılar. Qəzetimizin 8-ci səhifəsində isə Türk dünyasının birliyi ilə bağlı məqaləmiz yer alıb. Türk dünyasını mədəni körpü ilə birləşdirən növbəti layihə. Azərbaycan Mədəniyyəti Günlərinin zirvəsi 21 aprel. Tokto Kulsatılqanov adına Qırğızıstan Milli Filarmoniyasında keçirilən möhtəşəm qala konserti oldu. Bu təntənəli gecədə Azərbaycanın Mədəniyyət Naziri Adil Kərimli, Qırğızıstanın Mədəniyyət Naziri Mirbek Mambataliyev, Türksoyun baş katibi Sultan Rayev, digər rəsmilər və sənətsevərlər bir araya gəldilər. 9-cu səhifəmizdə günün siyasi nəbzi tutulub. Bu səhifədə Azərbaycanın şərqə və Asiyaya doğru irəliləyiş başlıqlı məqalə öz əksini tapıb. Aprelin 9-da Ada Universitetində keçirilən beynəlxalq forumda Prezident İlham Əliyev Azərbaycanın Çinlə münasibətlərinin daha da inkişaf etdirilməsində maraqlı olduğunu bildirmişdi. Çin Xalq Respublikası ilə Azərbaycan Respublikası arasında münasibətlər strateji əməkdaşlıq səviyyəsindədir. Həmçinin müxtəlif siyasi, iqtisadi, mədəni, humanitar və nəqliyyat logistika sahələrini də əhatə edir. Günün siyasi nəbzi qəzetimizin 10-cu səhifəsində də tutulub. Bu səhifədə isə çoxtərəfli tərəfdaşlığın kodları, Bakı-Pekin tandemi başlıqlı məqalə dərc edilib. İmzalanan sənədlər, həyata keçirilən təşəbbüslər və qarşılıqlı etimada əsaslanan dialoq göstərir ki,
Bakı və Pekin yeni dünya nizamında strateji tərəfdaş olmaqla qərarlıdır. İnkişaf edən münasibətlər Azərbaycanı Cənubi Qafqazın sabitlik və əməkdaşlıq mərkəzinə çevirir. Çin isə Qərbi açılan təhlükəsiz və etibarlı marşrutlardan biri olan Orta Dəhlizdə strateji ayaq qazanır. Günün siyasi nəbzi tutulan 11-ci səhifəmizdə də Çin-Azərbaycan münasibətləri ilə bağlı yazılar yer alıb ki, onların başlıqlarını sizə təqdim edirik. Qlobal proseslərə ortaq mövqedən baxış. Avropanı Asiyaya birləşdirən iqtisadi əlaqələr. Müasir çağırışlar və yeni fürsətlər, dostluq münasibətləri müsbət məzmunla zənginləşir. 12-ci səhifəmizdə isə hadisələr kontekstində rubrikasına həsr olunmuş yazılar dərc edilib. Ermənistan parlamentində söz azadlığı reklam fasiləsinə çıxdı başlıqlı məqaləmizdə qeyd olunur. Aprelin 22-sində Ermənistan parlamentində keçirilən iclasda nə qanunların məzmunu müzakirə olundu, nə də xalqın ehtiyacları dinlənildi. İctimaiyyət daha bir siyasi şoya şahidi oldu. Erməni soyqırımının inkarına görə cinayət məsuliyyəti nəzərdə tutan qanun layihəsi ətrafında çıxışlar yerini qışqırıq və qarşılıqlı təhqirlərə, sonda isə fiziki qarşıdurmaya verdi. 1915-ci il. Ermənilərin törətdikləri qırğınlar başlıqlı məqalə isə 13-cü səhifəmizdə dərc edilir. 1915-ci ilin fevralında Şərqi Anadolunun bütün erməni əhalisi artıq qiyam etmişdi. Buna görə də Osmanlı hökuməti qəti tədbirlər görməyə məcbur oldu. Fevralın 25-də baş qərargah bütün hissələrə ermənilərin heç bir halda hərbi xidmətə cəlb edilməməsi barədə təlimat göndərdi. Beləliklə, erməni vandallarını tərk silah etdilər. Sosial Orienter rubrikasında yazılarda 14-cü səhifəmizdə yer alıb, ətraflı tanış olmağınız üçün bu yazıların da başlıqlarını sizə təqdim edirik. Maarif və mədəniyyət tariximizin parlaq şəxsiyyəti. Kəndə getdim, xatirələr qucaq açdı. Türk Dövlətləri Təşkilatının Kosmik Agentlikləri rəhbərlərinin 4-cü illik toplantısı, qitələri aşan intellektual brend. Qəzetimizin 15-ci səhifəsində isə qəhrəmanlarını əbədləşdirən sənətkar başlığı ilə Həsən Ağa Turabov haqqında məqalə dərc edilib. Tənha quş yuva bağlamaz. Bu sözlər atları yəhərləyin və yaxud Qaçaq Nəbadi ilə seyr etdiyimiz filmdən hamıya tanışdır. Xalq artisti Həsən Ağa Turabovun yaratdığı obrazlar koloriti, xarakteri və icazkar səsi ilə əbədləşib. İfadələri xalq arasında aforizmə çevrilib. Bugünkü nömrəmizin son səhifəsi də hər zamanki kimi hava haqqında məlumatla yekunlaşır. Beləliklə sizə çatdıracaqlarımız bugün də bu qədər idi. Daha çox məlumat almaq üçünsə qəzetimizi izləməyi unutmayın.